Allah Taala'nın Şəkur adını başa düşmək üçün bir misal çəkim. Təbii ki, əvvəlcədən bunu deməklə ki, Allahın məsəli daha ucadır. Heç bir misallar çəkməklə Allahı haqlı olduğu kimi vəsf eləyə bilmərik. Allah özünü vəsf etdiyi kimidir. وَلِلَّهِ الْمَثَلُ الْأَعْلَى. Ən uca misallar Allahadır. Sanki bir insan sənə dünya naz-nemətlərindən istədiklərini və ağlına gəlmədiklərini verir, bəxş edir. Və sonra da sənə deyir ki, çox sağ ol, təşəkkür eləyirəm sənə, minnətdaram sənə və s. və ilə axıra. Sənə gözəl sözlər. Necə başa düşmüyorlar? Başa düşə bilməzsən bunu ki, yaxşılıq eləyən də budur, təşəkkür eləyən də. Və Allah Teala'nın Şəkur adı qulla qarşılıqda olduqda bu mənalardır ki, təşəkkür edən. Amma təşəkkür necə təşəkkür etmək? Gəl bu təşəkkürün necəliyini və təşəkkürdən qabaqki təşəkkürü gətirən işlərə baxaq. Allah Teala qulun istər dünya, istər axirət həyatına lazım olan ən gözəlliklərlə onu təmin eləyir. Deyək ki, axirət həyatında Allah Teala qul üçün rəsul göndərib, kitab göndərib və onda sağlam və düzgün fitrət və ağıl yaradır ki, o şəriəti ondan qəbul eləsin. Və sonra Allah o qulu müvəffəq eləyir o əmrləri və qadağaları ondan qəbul etməyə, sonra onu müvəffəq eləyir ona əməl etməyə, sonra o əməli ondan Allah Teala sağ əli ilə qəbul eləyir və sonra təkcə qəbulla kifayətlənmir, ona savab verir və sonra savabla da kifayətlənmir, o savabı qat-qat artıq verir. Necə ki, səhihdə gəldiyi kimi bir əməlin qarşılığı ən azından 10 mislindədir. Və sonra o qat-qat istədiyinə 700 ondan da artığını verir, bununla da kifayətlənmir. O mükafatı Allah Teala öz yanında saxlayaraq o əməli onu ağırlaşdırır, onu böyüdür, ona qat-qat yenə də böyüdür. Bütün bunlar hamısı Allah Teala'nın Şəkur adındandır. Qula təşəkkür eləyir. Özünün müvəffəq etdiyi əməllərə, qulunun müvəffəq etdiyi əməllərə qarşılıq verir. Yəni müvəffəq eləyən də Allah idi, qarşılıqları verən də Allah idi. Sadəcə olaraq feili etmək qaldı bizim üzərimizə. Həmçinin dünya həyatına bağlı olan bütün nemətləri Allah Teala insanların arasındakı fərqliliklərlə bərabər verir və sonra onları müvəffəq eləyir ki, o nemətləri də Allahın razılığını qazanan yerlərə sərf etsinlər və bunun da qarşılığını Allah Teala başqa formada verir. Və bütün bunların hamısında Allah Teala'nın təşəkkür edən adının mənaları ortaya çıxır. Müvəffəq eləyən də Allah oldu, o nemətləri bəxş eləyən, dünya və axirət nemətləri bəxş eləyən də Allah oldu, onların qarşılığını o saydığım rəngarəngliklə, belə demək səhihdirsə, qəbul eləyən də Allah